Her dəfə imtahana düşən mövzulardan biri demək, vurğudur, orfoqrafiyadır. Yəni hər dəfə bu düşür çıxarmırlar. Əvəzlikdir 3, feil 4, köməkçi nitq hissələri 5, əməli yazı nümunələri 6. Bu 6 sual hər imtahan olur. Yəni imtahandan çıxarmırlar. Ona görə əsasən öncə bunların izahını verəcəm. Əvəzliklərdən ya növləri ilə bağlı sual düşür. Növlərini, əvəzliyin məna növlərini kim bilmirsə əzbərləsin. Və yaxud da o və bu əvəzliklərində vergülün işlədilməsi qaydası düşür. Bu isə necə olur? Demək, qayda 1. Birinci qaydamız. Mübtədə yerində olmalıdır bu. Mübtədə yerində olub. Özündən sonra isim, sifət, say, zərf, feilli sifət və modal söz gələrsə, biz vergüldən istifadə edirik. Vergül qoyular. O və o'ya aid olan buya da aiddir. Nə zaman vergül olmaz? Əsas nitq hissələrindən o'dan sonra o mübtədə yerində işlənsə belə, özündən sonra feil gəlsə, əvəzlik gəlsə və bir də köməkçi nitq hissələri gələrsə. Və mübtədə olmaz. Hansı sualına cavab verərsən? Əslində qoyulanlar lazım deyil. Qoymayanlar yadınızda saxlasaz, o birisilər gələndə vergül qoyulur. Demək, əsas nitq hissələrindən o'dan budan sonra əvəzliklə feil gələrsə vergül olmaz. Bir də köməkçi nitq hissələri gəlirsə vergül olmaz. Köməkçilərdən modal söz istisnadır. Buradakı vergül isə modal sözün vergülüdür. Modal söz cümlənin əvvəlində işlənirsə özündən sonra, ortada işlənirsə hər iki tərəfdən vergül qoyulacaq. İndi gəlin baxaq 10-cu testdə. Deyir ki, hansı cümlədə o əvəzliyindən sonra qoyulmuş vergül işarəsi doğru deyil. A variantında o mübtədə vəzifəsindədir. Özündən sonra sifət gəlib. Necə vəziyyət? Demək, özündən sonra dedik mübtədə vəzifəsində olub. Sifət gələrsə vergül olacaq. Bizdən də doğru olmayanı soruşur. Düzgün cavabım burada B variantıdır. Baxın, oxumalı feildir. Dedik ki, o'dan budan sonra feil gələrsə vergüldən istifadə etmirik. C variantında o atamın yaxın dostudur. Kim? O. Bəli. O mübtədə vəzifəsindədir. Özündən sonra isim gəlibdir. İsim gələrsə vergüldən istifadə edirik. Yenə D variantında o mübtədə vəzifəsindədir. Kim səyahətdən yorulmayıb? Səyahət ismi gəlib. E variantı o mübtədə vəzifəsindədir. Özündən sonra say gəlib deyə vergülü düzgündür. Növbəti o birinci sual. Qoyulmuş vergül işarəsində doğru olanı istəyir bizdən. Əslində kim bilmirsə, yenə deyirəm. Bax, bu qaydaya baxaraq 5 testi ardıcıl eləsəz, qaydaya baxıb 6-cı testdə artıq bu qaydanı əzbərləmiş olacaqsınız. 11-ci sualda vergül işarəsi doğru olanı istəyir. O gün gələcək. Görürsünüz, A variantında hansı gün? Dedik ki, hansı sualına cavab verirsə, ondan sonra vergül olmaz. B variantında feil gəlib. O'dan sonra feil gələrsə vergül olmaz. C variantında da köməkçi nitq hissəsidir. D variantında artıq köməkçi nitq hissəsidir. Demək, o'dan budan sonra köməkçi nitq hissələri gələrsə vergül olmaz. Düzgün cavabım olacaq E variantı. O anamın rəfiqəsidir. Mübtədə vəzifəsindədir. Özündən sonra isim gəlib. Və bir də hansı hallar olacaq? Vergül qoyula da bilər, qoyulmaya da bilər. Artıq bu zaman intonasiya ilə baxırıq. 12-ci test belə bir testdir ki, bizə deyir ki, istifadə edilə də bilər, edilməyə də bilər. D variantına baxın. O şairin yeri şeirlərini bloknota yazdı. Kim? O. Mübtədə vəzifəsində özündən sonra vergül olacaq. Bir də deyirəm ki, o şairin, hansı şairin? Bilmirəm hansının şeirlərini yazıbdır. Artıq bir də vergül qoyula da bilər, qoyulmaya da bilər.
Həmçinin 13-cü test də eyni qaydadadır. Eyni qaydada baxın D variantına, 13-ün D-sinə. O bağda işləyirdi. Kim? O. Mübtədə vəzifəsindədir. Vergül qoyulacaq. Bir də deyirəm ki, o bağ işarə eləyir. Hansı bağda artıq təyin vəzifəsindədir deyə vergül olmaz. Demək, belə cümlələrdə vergül qoyula da bilər, qoyulmaya da bilər. Və bir də hansı hallarla qarşılaşa bilərsiniz? Gətirər. İstənilən sözə dır şəkilçisi artırsaq, olur xəbər. 25 kimi testlər sizi çaşdırmasın. Baxın, bizə deyir ki, səhv qoyulanı istəyir. 4-ə baxın, suvaqçıdır. Əslində bu suvaqçıdır xəbərdir. Amma biz ona cümlə üzvü kimi yox, hələ ki nitq hissəsi kimi baxırıq. Ondan sonra suvaqçı ismi gəlib. Yenə deyirəm, ora açıq qoysa, yaşıl qoysa, sonra gözəl qoysa və yaxud da nə qoyur qoysun. Ona dır şəkilçisi artırsa olacaq xəbər. Bu o demək deyil la, o feildir. Xəbərdir. Gəl indi ona nitq hissəsi bax. Suvaqçı isimdir. Bizdən nə istəyir? Səhvi istəyir. 4 düzdür. Özündən sonra isim gəlib. 3 düzdür. Özündən sonra isim gəlib. Yazıcı. 2 düzdür. Dedik ki, odan budan sonra modal söz gələrsə hər iki tərəfdən vergüldən istifadə edirik. Bir düzdür. Özündən sonra həmişə zərfi gəlib. Ona görə cavabım qalacaq 5 və 6. O gülürdü. O görsüz mübtədə vəzifəsindədir. İkinci şərti ödəməyib. Feil gəlib deyə vergül olmaz. 6-da isə bundan sonra köməkçi hissəsi gəlib. Ona görə vergül olmaz. Düzgün cavabım 5 və 6-dır. İndi gəlirəm bunu qəbul sualının içərisindən göstərəm sizə. Bəyanın açıq sualı. 15-ci testdə bizə deyir ki, 2024-ün fevral qəbuludur bu. Səhv olanı istəyir bizdən. Yoldaşlar, bizdən konkret olaraq səhvi istəyirsə, gedin səhvləri seçin. Orada gətirib qoyula da bilər, qoyulmaya da bilər, belə bir şeylər qoyacaq. O sizi çaşdırmasın. Biz bilmirik onu necə düşünüb qoyur. Səhvi istəyirsə konkret səhvi götürürsünüz. İki başlını götürmürsünüz. Düzü istəyirsə konkret düzləri götürürsünüz. Yenə deyirəm, iki başlını götürməyin. Məsələn, burada bizdən səhv istəyir. Bir düzgündür. Odan sonra hələ zərfə gəlibdir. 2. Bu binanın son mərtəbəsi idi. Nə bu? Bir də deyim ki, bu binanın, hansı binanın? Görürsünüz, o iki başlıdır. Artıq biz ona əl vurmayacağıq. Yəni, nə səhv kimi götürürük, nə düz kimi. O, dünənki hadisədən təsirlənmişdir. Mübtədə vəzifəsindədir. Özündən sonra sifət gəlib. Vergülü düzgündür. Səhvlərimiz 4 və 5'dir. O günü heç vaxt unutmaq olmaz. Hansı günü? Hansı sualına cavab verir deyə vergül olmaz. Bu da yadda qalan hadisə idi. Özündən sonra köməkçi nitq hissəsi gəlib. Ona görə vergül olmaz. Və bir dənə də 2024-ün aprel qəbulunda var belə bir sual. 10-cu sualda isə bizdən səhvləri istəyir. O illəri yaman xatırlayırsan, burada o hansı sualına cavab verir deyə vergül olmaz, bir səhvdir. O həsrətlə baxdı körpəyə. O mübtədə vəzifəsindədir, özündən sonra zərf gəlib. Zərf gəlib deyə düzgündür. 2 olan variantları silək. Özündən sonra, odan sonra feil gəlirsə vergül olmaz. 3 səhvdir. 4. Özündən sonra zərf də gəlibdir. Düzgündür. O sarı toru, hansı sarı toru, hansı sualına cavab verir deyə vergül olmamalıydı. Düzgün cavabım 1, 3, 5'dir. Əvəzliklə bu qədər. Və yenə deyirəm, vergül bu isə, yəni ən rahat formada izah elədim bunu mən sizə. Və kim məna növünü bilmirsə, məna növünü də əzbərləsin. Məna növü ilə bağlı artıq bizə morfoloji təhlillər verə bilər. Bəli, İnşaat bəy. Sağ ol müəllim. Orada bundan qabaqki sualda o dünən
ki, hansı suallara cavab verdi? Orada sifət var idi axı, səhv Yox. eləmirəm. Bu suala qayıda bilərik. Bir dəqiqə. Orada o'ya birinci sual verirsən. Bax, dünənkidir burada sifət. Özündən sonra sifət gələrsə vergül olar. O'ya sual ver. Kim? O. O dünənki hadisədən təsirlənmişdi. Onun yerinə insan adı da qoya bilərik. Məsələn, Elşad dünənki hadisədən təsirlənmişdi. Kim? Mübtədə vəzifəsindədir. Bundan sonra gələn olsun hansı sualına cavab verin. Onsuz da bundan sonra sifət gələrsə vergül qoyulacaq. Sən birinci o'ya sual ver. Sonra özündən sonra gələnə bax. Əgər onun özü mübtədə vəzifəsindədirsə, özündən sonra sifət gəlirsə vergül olar. Amma onun özü təyin vəzifəsində hansı sualına cavab verirsə, artıq burada hansı sualına cavab vermir. Hansı sualına cavab verin dünənkidir. Ç və dakı şəkilçiləri, qoşulan sözlər bizə deyəcək ki, yalnız hansı sualına cavab verən sifətlər, ona görə səni çaşdırır. Şu dakı qoşulan sözlərdir, yalnız hansı sualına cavab verir. Aydındır mənim, çox sağ ol. Sağ olun. Əvəzi ilə bağlı yenə deyirəm, morfoloji bir də təhlil gətirə bilər. Morfoloji təhlildə cümlənin içərisində verəcək. Artıq bu zaman hansı sözlər istəyirsə, onların altından xətt çəkirsiniz. Bir dənə noyabrın BA qəbulunda baxın, belə bir sual olmalıdır. Baxın, əvəzi ilə bağlı və növünü gətirə bilər və yaxud da bu qaydada morfoloji təhlil verə bilər bizə. Baxın, nümunədə verilmiş əvəzliklər haqqında hansı fikirlər səhv verilmişdi? 2025-in noyabr qəbuludur. Bu zaman nə edirsiniz? Ümumiyyətcə, əvəzlik istəmir, feil istəsin, nə istəyir, istəsin bizdən. Götürün həmin sözlərin altından birinci xətt çəkin. Düzdür, orada kompüterdə çəkə bilmirsiniz. Özünüz üçün vərəqdə qeyd edin. Əvəzlikləri tapaq. Necə? Ürəyi bədəndən, canı cəsəddən ikinci cümlədə əvəzlik yoxdur. Axı kim bu haqqı vermişdir sizə? Kim? Bu siz. Sizi kim çağırmış vətənimizə? İndi baxaq, tapdıq biz əvəzlikləri. Üçüncü və dördüncü misradakı sual əvəzliyi mübtədə vəzifəsində işlənmişdi. Demək, bu bizim üçüncü misramız, bu isə dördüncü misramız. Sual əvəzlikləri kimdir? Bəli, mübtədə vəzifəsində işlənir. Bu düzdür. Bizdən nə istəyir səhvləri? Ona görə biri götürməyəcək. Təyin əvəzlik sifətə əvəz etmişdi. Təyin əvəzliklərimiz hər, bütün, öz, filan. Təyin əvəzlik yoxdur ki, səhv. Şəxs əvəzliyi tamamlıq vəzifəsində işlənmişdi. Yoldaşlar, ümumiyyətcə bizdən tamamlıq istəyirsə, ismin adlıq və yiyəlik hallarından başqa digər halların şəkilçiləri varsa, onu götürürsünüz tamamlıq. Sizə tamamlıq vəzifəsində işlənibdir. Sizi, sizə üçüncü, dördüncü misralarda var. Sual əvəzliklərinin hamısı ismə əvəz edibdir. Birinci cümlədə necə var? Zərfə əvəz edibdir. İsmə əvəz etməyib. Ona görə 2 ilə 4 səhv. Sonra feillə bağlı suala gəlim. Feillə bağlı demək olar hər imtahan sual olur. Mart ayının BA qəbulu. Açıq sual. O məxşillara əl qaldırmadan, feilləri tapaq qaldırmadan, doğma yerlərə baxmaq məstərdir. Qaldırmadan feili bağlamadı. Baxmaq məstərdir. Baxmaq məqsədi ilə sağa burularaq kənd yoluna feili bağlamadı. Düşdü. Donu açılan feili sifətdir. Yolun palçığı saqqız kimi ayağa yapışırdı. Feillərlə bağlı bizdən doğru fikirlər istəyir. Təsriflənən feillərin hamısı keçmiş zamandadır. Əgər bizdən təsriflənməyən feillər istəyirsə, məstər feili, sifət feili bağlamadır. Təsriflənən feillər istəyirsə, feilin şəkilləridir. İndi təsriflənən feillər bunlardır. Baxın, düşdü. Yolun palçığı saqqız kimi yapışırdı. Düşdü və yapışırdı. Bizə də deyir ki, keçmiş zamandadır hamısı. Düşdü, keçmişdi, amma yapışırdı, ır var, indiki zamandır. Ona görə bir səhv. Niyə səhvdir? İndi burada sizə bir qayda izah edim. Demək, bizdə var idi hissəciyi və idinin qısası D üstü 4 var. Bir də var D zaman şəkilçisi.
Bunları necə fərqləndirir? D zamandır, yoxsa idinin qısasıdır. Qayda 1. Əgər D-dan əvvəl feilin təsriflənən formalarının şəkilçili varsa, şəkilçisi, D orada idi hissəciyidir. Yəni təsriflənən formalar feilin şəkilləridir. Əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkli. Xəbərlə əmrin xüsusi şəkilçisi yoxdur, xəbər şəkli zaman şəkilçiləri ilə yaranır. Zaman şəkilçilərini harda gördünüz? Feilin xəbər şəklidir. Qaydanın biri bu. İkinci rahat bir qayda deyirəm ki, sözdəki D-nı çıxın. Məsəl üçün, deyirəm ki, yazdı, yazırdı. D-nı çıxırsınız, D. Özündən əvvəla maq, mək şəkilçisini əlavə edirsiniz. Əgər D-dan əvvələ bu şəkilçini əlavə edə bilirsinizsə, D zaman şəkilçisidir. Yazmaq deyə bilirəm. Demək, burada zamandır D. Amma görürsünüz, yazırmaq deyə bilmirəm. D burada idinin qısasıdır. Bir qayda, feilin özündən əvvəl feilin təsriflənən formaları varsa, D orada ididir. Özündən əvvəl yoxdur, yəni D sözün kökünə qoşulubsa, zamandır. Fikir verin, burada düşdü, sözün kökünə qoşulub. Keçmiş zamandır. Amma yapışırdı D-dan əvvəldə görürsünüz, ır var, xəbər şəkli. Yapışır ididir bu. Və yaxud bu D-nı çıxın, özündən əvvələ maq artırın. Görürsünüz, yapışırmaq deyə bilmirəm. Ona görə bu, bir sözdə iki zaman ola bilməz. Bu ididir, burada indiki zamanda. Keçmiş zamanda da fikri səhv fikirdir. Hamısı məlum növdədir. Baxaq görək. Əgər düzəltmə söz varsa burada, leksik şəkilçili, buradan vurul, ıl şəkilçisi var. Ona görə məlum növdə ola bilməz. Feilin qrammatik məna növlərinin şəkilçiləri leksik şəkilçilərdir. Bir dənə məlum növün xüsusi bir şəkilçisi olmur. Amma qalanlarında ıl üstü 4, ın üstü 4, n şəkilçisidir, məchul, qayıdış və şəxssizdə. 2 də səhvdir. Çünki leksik şəkilçi var orada. Feillərin hamısı quruluşca sadədir. Qurulmaq sözündə ıl var. Baxın, sadə deyil, bu düzəltmədir. Ona görə 3 də səhv. Bizdən də düz fikirlər istəyirdi. Bir cavab olmaz açıq sualda. Cavabım olacaq 4 və 5. Təsvirlənməyən feillərdən hər 3 növündə olan feillər işlənir. Bəli, feili bağlama da var, məsdərdə var, feili sifət də var. 4 düzdür. Feili bağlamalar tərkib yaratmışdı. Qaldırmadan tərkib yaradıb, vurulub tərkib yaradıb. Bunlar da feili bağlamaq. Ona görə cavabımız olacaq 4 və 5. Bu hissədə feilin qrammatik məna növünü izah edeyim bir də sizə. Əsasən qarışdıracağınız feilin qrammatik məna növlərindən olacaqdır şəxssiz növ, məchul növ, bir də qayıdış növ. Üçünün də şəkilçisi eynidir. Il üstü 4'dür, ın üstü 4'dür və n şəkilçisidir. Bəs yaxşı, biz bunları necə fərqləndirəcəyik? Əgər ıl şəkilçisini sözdən çıxırsınız, feilin kökü təsirsizdirsə, şəkilçini də qoşanda təsirsiz olursa, bu olacaq şəxssiz növ. Feilin kökü təsirlidirsə, plus şəkilçi artıranda təsirsiz olursa, məchulda ola bilər, qayıdışda ola bilər. İndi gəlin bunları cümlə üzərindən baxaq. Qapı açıldı. Gül açıldı. Bir də yazaq ki, filmə baxıldı. Nəyi sualını verə bilirsinizsə, feil təsirlidir. Verə bilmirsinizsə, təsirsizdir. Məsələn, deyirəm ki, aç nəyi, yaz nəyi, de nəyi, bax nəyi, bax deyə bilmirəm. Artıq gəldirəm qapının açılmasına. Sözün kökü açdı. Il şəkilçisini artırdım, açıl oldu. Aç sözünə sual verirəm. Aç nəyi? Feil təsirlidir. Əgər ıl şəkilçisindən əvvəlki söz təsirlidirsə, bu olacaq ya məchulda, ya da qayıdışda. Gül açıldı da. Görürsünüz, ikisində də təsirli feildir. Il artırandan sonra olur təsirsiz. Təsirlidən yaranıb təsirsiz olan ya məchuldur, ya qayıdış. Bunları necə fərqləndirirəm? Qayıdış növdə işi görən öz üzərində görür. Biz eləmirik. Gülün açılması, gül özü açılıb. Biz eləməmişik. Amma qapı kimsə tərəfindən açılıb. Qapının açılması məchuldur. Gülün açılması qayıdışdır.
və filmə baxılması. Il şəkilçisindən əvvələ sual verirəm. Görürsüz, baxa nəyi sualını verə bilmirəm. Feil təsirsizdir. Təsirsizdirsə şəxssiz. Bunları tapmağın ən rahat yolu feillərlə fərqləndirməkdir. Ən rahatı. Digərləri rahatdır. İcbar növ məcburi elətdirir. Dır-tır şəkilçisi ilə. Qarşılıq birgəlik növ isə qarşı-qarşıya birgə icra olunur. Yəni ən əsasən qarışdıracağımız bu üçüdür. Bunu da asan yolunu dedim. İndi gəlirəm bu idi ilə bağlı. 2024-cü ilin fevral qəbulunda bir sual var bu qaydada. Görün indi onu necə tapacaqsınız. İkinci sualın cavablarını qeyd edək. Nə yazarsınız? Feilləri tapaq. Hansı feilləri istəyir bizdən? Təsriflənən feilləri. Axşamlar yenə damın üstündə oturub tütək çalırdı. Biri Təsriflənən oturup, necə? biri mən oturan, təsvən feylə deyir. Təsriflənənləri deyir. Oturub təsriflənməyəndə o feili bağlamadır. Eşidilir deməm, eşidilirdi. Demək, yoldaşlar, Bilmirəm. baxın. Bilmirəm. İndi özümü izah edirəm. Baxın, düzgün fikirləri istəyir və təsriflənən formaları istəyir. Əgər təsriflənməyən deyirsə, məsdər feili, sifət feili bağlamadır. Təsriflənən deyirsə, feilin şəkilləridir. Oturubu götürmədik, çünki o təsriflənməyəndir. Çalırdı, eşidilirdi, bilmirdilər. İndi gəlin, indicə sizə idi hissəciyini izah elədim. Görürsünüz, hamısında D var. Bunlar zaman şəkilçisi ola bilməz. Çünki hamısından əvvəl ır şəkilçisi var və bu ır şəkilçisinə görə ır indiki zamandır. Bu da idinin qısasıdır. İdi hissəciyi xəbər şəklinə qoşulub düzdür. Çünki dedik ki, xəbər şəklinin xüsusi şəkilçisi yoxdur. Zaman şəkilçilərini harada gördünüz, götürürsünüz xəbər şəkli. Demək, idi qoşulub xəbər şəklinə 3 düzdür. Hamısı indiki zamandadır, bəli, hamısında indiki zamanın şəkilçisi var. Bir də düzdür. Hamısı quruluşca sadədir. Leksik şəkilçidir. Eşit, eşidil. 2 səhvdir. Hamısı təsdiqdədir. Bilməyirdi, bilmirdi, inkardadır. Orada indiki zaman gəldiyinə görə inkar şəkilçisi öz saytını itirib. Ona görə cavabımız olacaq 1-3. Yine təkrar edirəm, bax burada idini D ilə idinin qısasıdır, zamandır. Bunu fərqləndirsəz rahat tapa bilərsiniz. O hissəni də bayaq göstərdim sizə. Maq şəkilçisi ilə rahat tapmaq olar. Bu fevral, bu da 24-ün apreli. 9-cu testə baxın. Yenə bizdən idini istəyir və xəbər şəklinə qoşulanı istəyir. Özündən əvvələ maq artıra bilirsinizsə D-dan əvvələ. D zamandır, artıra bilmirsinizsə D olacaq idinin qısası. Gətirmək, bitirmək, itirmək, yetirmək, amma görürsünüz payda ayırmaq deyə bilmirəm. Ən rahat bu şəkilçi ilə tapdım. Növbəti, feildən başqa, feildən qalır nə? Bir dənə şəkilçiləri bilmirsinizsə, feili bağlamanın şəkilçilərini, onlar da gətirər salar. Feili bağlamanın şəkilçilərini əzbərləyərsiniz. Və bir də zərflə nəyi qarışdıracaqsınız siz? Zərflə feili bağlamanı qarışdıracaqsınız. Hansı ki 2025-in bəyanın qəbulunda. Baxın, açıq sualda verib bunu. Bəyanın açıq sualıdır və bizə deyir ki, hansı nümunələrdə zərf işlənməmişdir. Bu hadisə bizi daxilən qələbəyə ruhlandırdı. Daxilən zərfdir burada. Bizdən işlənməyənləri soruşur. Məsələ haqqında belə danışmalısan. Burada beləyə nə tərzdə sualını verib, hamı zərf götürübdür. Amma bu cümlədə zərf yoxdur. Unutmayın, elə belə əvəzliyi var dilimizdə. Elə və belə. Əsas nitq hissəsi kimi əvəzliyidir. Köməkçi kimi ədat olacaq. Dilimizdə elə belə zərfi yoxdur. Cümlə üzvü kimi soruşda zərfliyi götürərsiniz.
Amma nitq hissəsi kimi soruşur. Bizdən zərf soruşur. O cümlədə zərf yoxdur. Əvəzlikdir zərfi əvəz edib. Dedik ki, əvəzlik bütün əsas nitq hissələrini əvəz edir. Zərfi əvəz edib deyə. O cümlədə zərf yoxdur, əvəzlikdir bu. Suala cavab verdi əvəzlik. Suala cavab vermirsə ədatdır. Məsələn, deyirəm ki, dostları belə ona inanmadılar. Burada belə ədatdır. Çünki suala cavab vermir. Bu cümlədə isə əvəzlikdir, zərfi əvəz edeyim. Amma zərf deyil. 3-də zərf var həmişə. 4-də necə? Görürsünüz yenə eyni qaydada. Sual əvəzliyidir. Zərfin sualıdır, sual əvəzliyidir. Və burada da zərf yoxdur. Dedik, bütün nitq hissələrinin sualı olur sual əvəzliyi. Sayın sualını verər, zərfi verər, ismin sualını verər. O demək deyil, o isimdir, saydır, zərfdir. Əvəzliyidir. 4. Və 5-də işlənməyib bir də. Qaça-qaça məktəbdən evə gəldi. Nə tərzdə sualını verib, bunu zərf götürmüsünüz yəqin ki. Baxın, fiili bağlama ilə zərfi fərqləndirməyin ən rahat yolu ara gərək şəkilçisindən istifadə etməyinizdir. Alim qaça-qaça məktəbdən evə gəldi. Qaçaraq məktəbdən evə gəldi deyə bilirəm. Burada fiili bağlamadır. İndi deyirəm ki, o asta-asta gəldi. Artıq burada Zərfdən əlim burada. burada zərfdir. Çünki araqla əvəzləyə bilmirəm. Ən rahat yolu ara gərək şəkilçisi ilə əvəzləyə bilirsinizsə fiili bağlamadır. Əvəzləyə bilmirsinizsə zərfdir. Sonra növbəti bir sual. Bir də bu. 13-cü sual. Söz birləşmələrində var birinci tərəf, var ikinci tərəf. Asılı tərəf birinci tərəfdir. İkinci tərəf isə əsas tərəfdir. Öncə biz bunu fərqləndirməyi bacarmalıyıq. Zərflə feili bağlamanı fərqləndirdik. İndi biz feili sifətlə sifəti fərqləndirməliyik. Gedib sual verib, bir neçə dəqiqə fikirləşim. Belə şey yox. Yəni bir dənə bu şəkilçi ilə, kiçik bir hissə ilə bunları fərqləndirə bilərsiniz. Əgər sizdən feili sifət istəyirsə, məsələn, yazıram ki, gülən uşaq. Bir də yazıram güləyən uşaq. Hər ikisi hansı sualına cavab verir. Amma ən rahat yolu. Əgər ma inkar şəkilçisi əlavə edə bilirsənsə, bu feili sifətdir. Əlavə edə bilmirsənsə sifət. Çünki feili sifət feilin xüsusiyyətini daşıdığına görə inkarda işlənə bilir. Amma sifət feilin xüsusiyyətini daşımır deyə inkarda işlənmir. Gülən, gülməyən. Güləyən, görsünüz, güləyəməyən deyə bilmirəm. Bu artıq sifət. İndi asıl tərəf birinci tərəflər istəyir. Biri götürməyəcəm. Güləyən sifətdir. Görürsünüz, əsas tərəfdə yaşayan veribdir. Feili sifət verib, amma məndən asılını istəyir. Kənddir bunun asıl tərəfi. Götürməyəcəm. Kəskin necə? Sifətdir. 4. Yenə inkarı gətirirəm. Deyilən, deyilməyən feili sifətdir. Bahar isimdir. Gələndə feili bağlamadır. Yağan, yağmayan feili sifətdir. Ən rahat yolu bax bu inkar şəkilçisidir. Növbəti imtahana gətirəcək hissələr. Bir də aprelin qəbulunda son BB-də məncə səhər olmalıdır bir dənə baxımına. Görürsünüz, aprelin qəbulunda artıq əvəzliyin məna növü ilə bağlı veribdir. İndi üstə yaza bilərsiniz, belə çətin deyil. On dördüncü test. Bax, bunu bir dəfə gətirib yoldaşlar. 2024-ün avqust qəbulunda. Ən son 2026-nın aprel qəbulunda gətirib bir də. Zaman zərfinin işləndiyi cümləni istəyir. Yaz gələndə günlər uzanar, gecələr qısalar. Baxın, gələndə burada feili bağlamadır. Qısa bir zamanda səmimi münasibət yarandı. Burada zərf yoxdur. Ümumiyyətcə sizdən nitq hissəsi istəyirsə, sözlərə bir-bir baxın. Bir-bir. Birlikdə sual verməyin. Birlikdə o zaman sual verərsiniz ki, sizdən sintaktik təhlil istəsin. Morfoloji hissədə birlikdə sual versəz, testiniz səhv gedəcək.
Arif işçilərdən sonra gəldi. Məsələ bu. Əksəriyyət namizəd C-ni götürmüşdü. Nə zaman sualını verib. Yay ilin ən isti fəslidir. Bir yenə baxıram. Görsüz zərf yox. Amma E variantıma baxaq həmişə. Nə vaxt, nə zaman? Həmişə zaman zərfidir. Cavabımız edir. Və burada demək, yerinə görə həm qoşma olan, həm də fe'li zərf olan sözlərimiz var. Həm qoşmadır, həm də zərf. Əvvəl qaba, sonra bəli. Əgər bunlardan əvvəl ismin çıxışlı qalının şəkilçisi varsa, bu sözlər qoşmadır. Yox, onlardan əvvəl hal şəkilçisi yoxdursa zərf. Baxın indi, özünün əvvəl işçilərdən sonra çıxışlı qalın şəkilçisi var. Burada zərf yoxdur. Bu söz qoşmadır. Yəni, bu dəfə bunu gətirib, bu birisiləri də gətirə bilər. Özünün əvvəlki sözə fikir verin. Çıxışlı qalın şəkilçisi varsa, bu sözlər qoşmadır. Yoxdursa zərfdir. Əvvəl mən gəldim, sonra o. Burada əvvəl sonra zərfdir. Sentyabr qəbulunda. İndi gəlirəm hansı hissəyə normalara. Normalardan sual düşə bilər 90%, çünki axırıncı aprel qəbulunda var idi. Mart qəbulunda da olmayıbdı. Ədəbi dilin 3 norması var. Fonetik, leksik və qrammatik. Əgər bizdən fonetik norma istəyirsə, yazılış səhv axtarın. Yəni, ümumiyyətcə, orfoqrafik verər, yenə yazılışdır. Orfoepik isə tələffüzdür. Qrammatik normada isə bir, xəbər cümlənin əvvəlinə gəlirsə, 2, uzlaşma pozulursa, məsəl üçün, eli saylar var ki, özündən sonra cəm isim gəlməlidir və yaxud da tək isim gəlməlidir, yerlərini dəyişir. Cəm saydan sonra tək isim gəlməlidir, onu verir cəmdə. Və yaxud da saydan sonra tək isim gəlməlidir cəmdə və yaxud da cəm isim gəlməlidir təkdə verir. Leksik norma isə sözün mənasına bələd olub düzgün yerində işlətməlisiniz. Məsələn, mən deyirəm ki, mənə çay tök. Burada leksik normanı pozdum mən. Tök yox, söz olmalıdır. Və yaxud da deyirəm ki, Vətən müharibəsi haqqında film yazdılar. Leksik normanı pozdum. Filmi yazmırlar, çəkirlər. İndi gəlirəm 7-ci testə. Zəfər döyüşümüzdə vəfat edən hər bir qəhrəmanın həzin xatirəsi qəlbimizdə əbədi iz buraxdı. Öncə baxıram, görüm, hansı sözün yazılışında səhvə yol verilib? Bəli, verilib, qəhrəman olmalıdır. Bunun yazılışında səhvə yol verilib, fonetik norma. Yəni, fonetik verməz, orfoqrafik verə yenə düzdür. A variantını siləcəm, çünki variantda fonetik yoxdur. Çünki burada fonetik norma pozulub. B-lə qalacaq, B-də də yoxdur. Bir də E-ni saxlayacağım. Yazılış səhvidə orfoqrafik verib. İndi baxaq görək. Xəbər əvvələ gəlibmi? Uzlaşma pozulubmu? Yox. E-ni də sildim. Cavabım ya B-dir, ya da C. Zəfər döyüşümüzdə vəfat edən. Döyüşdə özü vəfat etmir. Ya həlak olur, ya da şəhid olur. Ona görə burada da leksik norma pozulub. Düzgün cavabım olacaq B variantı. Və növbəti bir qəbulda göstərim. Müəllim, söz demək olar. Bəli. Həm də ki, həzin xatirəni də götürmək Bəli, olar. onsuz da orada 3 dəfə də leksik normanı pozsa bir dənə götürür onu. 8-də isə yenə normanı soruşur bizdən. Səhv yazılan söz yox. Ona görə mən fonetik norma olan cavabları siləcəm. Orfoqrafik, yazılış onları sildik. Zəmilərdən yığılan xeyli tərəvəzləri, bir neçə qovun və qarpızları yeşiklərə doldurub maşına yüklədi. Doldurub yox, yığıb olar. Leksik norma. Zəmi yox, bostan olar. Və burada leksik norma pozulub. Ona görə D-ni də sildim. Və növbəti. Cavabım B-dir, ya da Y-dir. Dedik ki, bir sıra bir çox saylarından sonra gələn isimlər olur cəmdə. Çoxlu, larla, larca şəkilçilərindən sonra gələn isimlər təkdə olsa düzdür. Cəmdə olsa düzdür.
Hər halda düzgündür. Yerdə qalan saylardan sonra tək isim gələcək. İndi xeyli saydı, özündən sonra cəm verib. Xeylidən sonra tək isim gəlməlidir. Burada da pozdu qrammatik normanı. Düzgün cavabım leksik və qrammatikdir. Növbəti noyabrın qəbulunda belə bir test var. Norma ilə bağlı. Yeddi. Əsasən şeirlərdə qrammatik norma pozulur. Çünki xəbər cümlənin əvvəlinə gəlir. Yaxşı. Görürsünüz, açıldı, xəbər gəlib əvvələ. Xəbər əvvələ gəlibsə, burada qrammatik norma pozulubdur. Və baxıram. Düzgün yerində işlədilib. Leksik normanın pozulduğu bir yer yoxdur. Və baxaq görək hansı sözdə yazılışda səhvə yol verilib, bəli verilib. Könlümü sözü. Könlümü olmalıdır. Ü-nü burada artıqdan verib. Və burada da fonetik. Görürsünüz, fonetik yoxdur. Yerinə orfoqrafik verib. Yenə düzdür. Orfoqrafik və qrammatik. Bunlara da baxarsınız. Hansı isimlərdir ki, mənsubiyyət hal qoşanda son hecədəki saiti düşür? Hansılardır ki, hal gələndə saiti düşməyən, mənsubiyyət gələndə saiti düşən sözlər. İnsanın bədən üzvlərinə aid olan sözlərdir. Alındı, beyindi, ağıldı, ağızdı, burundu. Bir də bura daxildir. Oğul, bədən üzvlərindən başqa. Bir də qayın sözləri. Bunlara saitlə başlayan hal şəkilçisi qoşanda son hecədəki sait düşmür. Məsələn, deyirəm ki, oğula. Görürsünüz, düşmədi. Amma mənsubiyyət gətirirəm, oğlum. Görürsünüz, x ilə l-nın ortasındakı o düşdü. Demək, bədən üzvlərinə aid olan sözlərdir. Bir də oğul və qayın sözləridir. Bunlara hal şəkilçisi qoşsaq saiti düşməyəcək. Mənsubiyyət qoşsaq düşəcək. Yerdə qalanlarında mənsubiyyət də gətirsəz, halda gətirsəz, düşür. Məsələn, könlüm sözündə düşməli idi, düşməyib deyə orfoqrafik normanı pozur. Və növbəti bir test son aprelin qəbulunda norma ilə bağlı bir test gətirib yenə. Yetdi. İnanıram ki, əksəriyyətiniz bu testi səhv edərsiniz. Niyə? Yəni, burada götürəcəksiniz fonetik və qrammatik. O variantı da verib görürsünüz, orfoqrafik, qrammatik. Bir B variantı var burada, orfoqrafik, qrammatik. Bir də D-yə baxıram. Leksik norma pozulmuyor. Görürsünüzmü? Orfoqrafik, E-yə baxın, fonetik, qrammatik. Əslində baxıram, B düzdürsə, E də düzdür. O görə bu iki variantı mən silərəm. Niyə sildim? Amma burada bu ikinci misrada uzaqda xəbərdir. Gəlib cümlənin əvvəlinə. Ümumiyyətcə şeirlərdə qrammatik norma pozulub. İkinci cümlədə qrammatik norma pozulub. Amma mən diqqətli olub şərtə fikir verməliyəm. Mənsubiyyət və hal şəkilçisi qəbul etmiş sözdə deyir. İki misranı da soruşmur. Mənsubiyyət hal şəkilçisi qəbul edən sözü tapmalıyam. D qoynunda sözüdür. Mənsubiyyət hal qəbul edən. Demək, qoynunda yox. Qoynunda olmalıdır. Düşməli idi. Bədən üzvü daxı. Mənsubiyyət gətirəndə düşməli idi. Salmayıb. Və yazılışda səhvə yol verib. Orfoqrafik normanı pozub. Yeni deyirəm, belə testlərin şərtlərində diqqətli olun. Ümumiyyətcə, məsələn, imtahanın birində gətirib. Mənsubiyyət şəkilçisinin köməyi ilə yaranan mürəkkəb sifət. Gətirib adı qoyub kəkliyotu, E-də də qoyub üzücülər. Əksəriyyət gedib kəkliyotunu götürüb. Amma şərtə fikir verin, sifət istəyir. Kəkliyotu isimdir. Mənim qrammatik niyə olmadı burada? Çünki şərtə fikir ver. Bəs bayaqdan nə deyirəm? Şərtə fikir ver. Mənsubiyyət hal qəbul edən sözü istəyir. Bunu istəmir məndən. İkinci cümləni soruşmur. Soruşsaydı ki, bu misralarda hansı normalar pozulub? B variantını götürərəm. Onsuz da B-ni götürsəm E də düzdür. Bu test. Əgər iki misranda istəsə, bu testin cavabı səhv. Orfoqrafik, fonetik normanın pozulması da ikisi də yazılışdır. Və mənə ikinci cümləni məndən soruşmur, birinci cümləni soruşur. Mənsubiyyət hal şəkilçisi qəbul edən sözdə ədəbi dilin hansı norması pozulub deyir.
Mənsubiyyət hal qəbul edəndə qoynundadır. Ona görə qrammatik norma pozulmayıb. Başa düşdünüz? Bəli, başa düşdüm, sağ ol. Sağ olun. Ola bir sözü. Bəli. Əgər mümkünsə bu testin burada feilə aid sual düşmüşdü, onu da baxardıq. Əgər mümkün. Aprelin qəbulu. Bəli, bəli, bu da bir gözümə sataşdı bir dənəsi. Sənin gözünə işinə qaçmış. Hı. Bu otağın küncünə qoyulmuş saatın əqrəbləri çarx kimi durmadan hərlənirdi. Ən məşhur bir şəkilçi yoxdur. Feildən bu vaxta qədər düşən ən rahat, ən asan suallardan biridir deyərəm. Məsdərin şəkilçisi yoxdur deyir. Hansı işlənməyib? Qoyulmuş feil sifətdir. Mış. Madam mədən feili bağlamadı. Hanı məsdər? Yoxdur. İşlənməyən məsdərdir. Və burada bir maraqlı da sual var. Aprelin qəbulunda. 4. Neyim açırlar da. Ürkülü gecələrdə bizim tərəflərdə, şəhərin yuxarı hissəsində, evlərin qara, qırlı, yastıq damlarının üstündə, açıq havada özlərinə yer salıb yatan adamlar çox olurdu. Və bu cümlədə bizdən səhvlər istəyir. Mürəkkəb sifət işlənməmişdir. Baxaq görək, mürəkkəb sifət işlənməyibmi? Düz deyil, işlənməyib. Və bizdən səhv cavab istəyir. Sifətlər adi dərəcədədir. Bu da düzdür. Düzəltmə sifətlər isim və fiildən düzəlmişdir. Ürkü, ürkülü. Qır, qırlı. Aç, açıq. Bəli. Burada isimdən düzəlib, aç feilindən açıq olur. Ona görə C-ni də siləcəyik. 2 düzəltmə sifət işlənib, 3 sifət yan-yana işlənib. Qara, qırlı, yastıq. 2 yan-yana. 2 düzəltmə sifət var. Bu səhvdir. Ürkülü 1, qırlı 2, açıqda 3. Nə olacaq? Yəqin ki, vurğu hamıya məlumdur. Hər dəfə qayda ilə düşür. Dedik ki, ia, ika, tika varsa, vurğu bunlardan əvvələ düşəcək. Hər dəfə gətirdiyi suallardan biridir. Və gəlirəm, normanı izah elədim, əvəzlik dedim, feillə bağlı sual dedim sizə. Və gəlirəm hansı hissəyə? Testin içərisində Müəllim, üslublardan düşür. üslubu izaha ehtiyac yoxdur. Özünüz oxuya bilərsiniz. Bu vaxta qədər gətirmirdilər, amma 2 imtahanda ard-arda gəlir. Apreldə də var idi, martda da var idi. Əməli yazı nümunələri. Yəni bunu gətirə bilər. 90-95%. Sentyabrın qəbulu 2025. Vurğu ilə baxın bağlı. Deyərəm ki, yəni bunu tapmayan tələbə yox. Naviqasiya 3-cü hecədadır, İyadan əvvələ. Gələm əməli yazı nümunələri ilə bağlı suallara. Əməli yazı nümunələri ilə bağlı suallarda baxın. Əgər cümlədə yazılı şifahi forma var, ictimai xarakter daşıyır deyirsə, yerinə yetirilməsi ilə bağlı, işin yerinə yetirilməsi ilə bağlı olan məlumat hesabat. Deməzdim çətin düşür. BB-nin Azərbaycan dilisi ilə BA-nın Azərbaycan dilisi eynidir. Sadəcə necə olur? BB-də 3 qapalı, BA-ya həmin suallar açıq düşür. Eyni səviyyədədir. Sonra növbəti norma ilə bağlı sual.
Yol hərəkəti qaydasının pozulması zamanı protokol yazılır. İlk vərəq, birinci vərəq yapışdırmaq mənasını verir. Niyə gülmüşsünüz? Bir şeyin görülməsi üçün hökm deyirsə, bu əmrdir. Əmr də olacaqdır. Müəllif özü yazır, məqsədini bir neçə cümlə ilə şərh edir. Bu isə annotasiyadır. İndi gəlin, burada bunun üzərində izah edeyim sizə. Əgər bizdən annotasiya soruşursa, müəllif özü yazır. Məqsədini bir neçə cümlə ilə şərh edir. Və yaxud da kitab, jurnal, məqalədən danışırsa, bu annotasiyadır. Qeyd aparmaq, əlavə etmək mənasını verən də annotasiyadır. Protokol qayda pozarkən bir də yoldaşlar, əgər iclas keçirilib, keçiriləndən sonra deyir, iclası keçirildi, keçiriləndən sonra iştirakçıların sayı yazılır. Ümumiyyətcə, qərar, gündəlik, çıxışlar varsa, sədr katib verirsə, bu protokoldur. Bunu aktla qarışdırmayın. Bax, sizdən akt istəyər. Dövlət əhəmiyyətlidir, cinayət əhəmiyyətli, dövlət əhəmiyyətli. Faktı açmaq üçün tərtib olunur. Bu saydıqlarım akta aiddir. Demək, dövlət əhəmiyyətlidir, cinayət əhəmiyyətlidir. Bir faktı açmaq üçün tərtib olunan əməli yazı nümunəsidir. Bir də xüsusi komissiyanın iştirakı ilə tərtib olunur. Bu akta aiddir. Fikir, mülahizə, söz mənalarını verirsə, öz fikrini, öz münasibətini bildirirsə, bu da rəyə aiddir. Məsələn, 2025-in may qəbulunda əməli yazı ilə bağlı belə bir sual var. Onuncu testdə. Baxın, bizə lüğətdən danışır, kitabdan danışır. Lüğətdən, kitabdan danışırsa, bu annotasiyadır. Üç cavabda annotasiya var. C, D, Y. İkinci isə bir dəfə 2022-nin aprel qəbulunda düşüb. Bir dəfə 2023-də düşüb. Bir dəfə gətirib 2025-də. Birində yerinə şagird qoyub, birində də sürücü qoyub. İşə gələrkən yolda tıxac olduğu üçün gecikməli oldum. Ona görə də sizdən xahiş edirəm ki, nəzərə alasınız. Və aydınlaşdırmaq mənasını verən əməli yazı nümunəsidir. Bu olacaq izahat. Məsələn, şagird dərsə gəlməyib. Növbəti dərs gələndə artıq izahat yazır. Və yaxud da işə gecikmisiniz, niyə gecikdiyinizin səbəbini yazmalısınız. İzahat, aydınlaşdırırsınız bir sözlə. Əgər cümlənin içərisində həqiqətən sözünü görsəz, bu arayışdır. Ərizə isə əməli yazının ən sadə formasıdır. Şikayət və xahiş xarakterli olur. Ən sadə forma desə ərizədir. Ən sərbəst forma desə ən sərbəst. Bu isə məktub. On birinci sual 2025-in may qəbulunun sualıdır. Həmçinin bunu biz dərsdə də işləmişik. Zərflə bağlı PDF-imizdə də var. Baxın, birinci və ikinci qəsdən sözlərinə. Birinci, ikinci cümlədəki qəsdən sözlərinə. Qəsdən 3 gün keçmişdi. 2 dənə D var. Qəsd isminə dan çıxışlı qalın şəkilçisini artırıb. Burada isimdir. Sui-qəsd hadisəsindən. 2-də isə qəsdən, bəkdən danışırdı. Nə tərzdə? Bəkdən və qəsdən. Hər ikisi söz düzəltmədir. Burada zərfdir, qəsdən. Burada isə isimdir. Düzəltmə zərf olanı istəyir. Ona görə birləri siləcəm. O isimdir. Birlikdə 3-də var. Bir də qəhrəmanlıqla 4-də var. 2, 3 və 4-cü testlərimizdə var. Bir də gətirə bilər. Nəyi? Sorğu işarəsi ilə bağlı. Ola bir sual. Gülü verə bilər, bəli. O altına xəttə çəkdiniz bəzi sözlər var idi, qəhrəmanlıq. Onlar həm sırf nick seçkində, həm də zərf sayılır elə. Zərfdir. Bəli. Hansı durğu işarəsi işlənməlidir? Demək, bu bir sözlə var. Əgər bir sözlə yekun söz olarsa, özündən əvvəl tire, sonra vergül olmalıdır. Və baxaq, qonaqlar gələndə bıçaq, qaşıq, stəkan. Vergül, vergül. 3 dənə vergülü burada var. Bir sözlədən sonra vergül olacaq bir də. Özündən əvvəl tire olacaq. Yeni deyirəm, əgər bir sözlə
yekun söz olarsa özündən əvvəl tire sonra vergül olur. Bu cümlədə 4 vergül 1 tire var. Və sizə bir də ümumiləşdirici sözü verə bilər. Həmcins üzvlərdə ümumiləşdirici sözlər var. Ümumiləşdirici sözlər həmcinslərdən əvvəldə gələ bilər, sonra da gələ bilər. Əgər ümumiləşdirici söz həmcinslərdən əvvəl gəlirsə, məsələn deyirəm ki, sinifdəkilər qoşa nöqtə. Sonra başlayıb həmcinsləri sadalayır. Məsələn, Nurlan, Elgün, Hüseyn. Burada ümumiləşdirici söz sinifdəkilərdir. Qoşa nöqtə. İndi birinci gətirər həmcinsləri Nurlan, Elgün, Hüseyn. Sinifdəkilər. Artıq burada özündən əvvəl tire olacaq. Demək, ümumiləşdirici söz həmcinslərdən əvvəl gəlirsə qoşa nöqtə, həmcinslərdən sonra gəlsə tiredən istifadə edirik. Yekun sözü də yadınızda saxlayın. 2025-in may qəbulunda düşübdür, təkrar gətirə bilər. İzah elədim axı mən o və bu əvəzliyində vergülü ilk başlayanda elə birinci onu izah elədim. Köməkçi nitq hissələrindən bağlı. Köməkçi nitq hissələrindən sizə izah edə biləcəyim hissəni deyirəm, əzbərləyəcəyiniz hissəni demirəm. Çünki hansı ki əzbərləmək lazımdır. Video rekord eləmişəm, baxarsınız. Hansı ki o hissəni əzbərləmək lazımdır. Əzbər tələb edən hissəni demirəm, əzbərləyin. Amma əzbər tələb etməyən bir iki hissə var, onları indi deyəcəm sizə. Öncə elə ki ilə bağlı başlayıram. 10-cu testdə. Ki həm bağlayıcıdır, həm ədat. Əgər kidən sonra vergül varsa bağlayıcıdır. Yoxdursa ədatdır. Ki sözə bitişik yazılırsa, bu sifət düzəldibdir, şəkilçidir. Və yaxud da isim də ola bilər, belə deyim. Hansı halda isim olur, özündən əvvəl yeri kal varsa. Baxın, A variantındakı ki sifət düzəldib. Ona görə ədat deyil. B variantında vergülü var, bağlayıcıdır. C variantında dakı dəkidir, ki deyil. D variantında vergülü var, bağlayıcıdır. E-də vergül yoxdur, ədat. Yaxşı, gələr durğu işarələrini buraxar, neyniyərsiniz? İndi gəlib bunu başqa bir testdə göstərim sizə. Otuz dördüncü testdə bizdən bağlayıcı olanı istəyir. Kinin bağlayıcı vəzifəsini işlənməsini istəyir. Və görürsünüz, artıq burada vergül bizim köməyimizə çatmır. Vergülü buraxıb. Dedik ki, vergül varsa bağlayıcıdır, yoxdursa ədatdır. Vergülü də buraxdı. İndi mən gəlirəm digər bir qaydama. Xəbər üstə gəl ki, bu bağlayıcıdır. Kidən əvvəlki söz xəbəri isə ki, bağlayıcıdır. Kidən əvvəlki söz xəbər deyilsə, ki olacaq ədat. Artıq baxıram, baxın, özünə əvvəl xəbər deyil, sənin xəbər deyil. Təcrübələr göstərir ki, göstərir xəbərdir, cavabım olacaq C variantı. Özünə əvvəl xəbər yoxdur. Özünə əvvəl xəbər yoxdur. Bunlar ədatdır. C-dən başqa hamısı. C variantı bağlayıcıdır. 2 al, vergüllə verərsə vergüllə tapın. Vergüllə verməsi özündən əvvəlki sözə baxın. Bəzən olar ki, çaşdırmaq üçün götürər vergülü qoyar. Onu da unutmayın. Yenə özündən əvvəlki sözə fikir verin. Yox, və ilə niyə əvəz edirsən ki? O və bilirsiniz nədir? İlənin qısası la qoşması var. Həm bağlayıcıdır, həm qoşmadır. Əgər və ilə əvəzləyirsinizsə bağlayıcıdır. Əvəzləyə bilmirsinizsə qoşmadır.
Məsələn, deyirəm ki, ə, Aynur və Aynurla Aydan imtahana getdilər. Aynur və Aydan deyə bilirəm. Burada iləni və ilə əvəzlədim, bağlayıcıdır. Nənəmlə danışdım, nənəm və danışdım deyə bilmirəm. Artıq burada qoşmadır. Sonra bircə ədatı var. Bütövlükdə məhdudlaşdırıcı ədat. Bir də var. Bir sayı qüvvətlendirici ədat. Bunları necə fərqləndirirəm? Yox, ilə niyə say olsun ki? Kini və ilə qarışdırmayın. Kinin izahını verdim və bağlayıcı ilə qoşmanın da izahını verdim. Hə, indi bax, bircə məhdudlaşdırıcı ədatı var, bir sayı var, qüvvətlendirici ədatı var. Bunları necə fərqləndiririk? Məsələn, yazıram ki, bircə arzum qaldı. Bir də yazıram ki, ümidimiz bircə Allahadır. Və yaxud da bircə sənə inanıram. Əgər siz 2 ilə əvəzləyə bilirsinizsə bircəni, burada bir sayı var, ca ədatı var. Əgər yox, bircəni 2 ilə əvəzləyə bilmirsiniz, təkcə ilə əvəzləyirsinizsə, burada bütövlükdə ədatdır. 3 cümlə yazmışam. İkinci və üçüncü cümlədəki ədatdır bütövlükdə, məhdudlaşdırıcı ədatdır. Orada say yoxdur. Bircə Allahadır, təkcə Allahadır. Bircə sənə inanıram, təkcə sənə inanıram. İkinci, üçüncü cümlədəki məhdudlaşdırıcı ədatdır bütövlükdə. Amma birinci cümlədə bir sayı var, ca ədatı var, qüvvətləndirici. Bircə arzum qaldı, 2 arzum qaldı. Burada 1-i 2 ilə əvəzlədim. Demək, bir sayı var, ca ədatı var. Orada 2 hissəsi var, yəni burada. Həm sayı var, həm də ədatı var. Ara söz, modal söz məna növlərini əzbərləyin, çünki düşür. Sentyabrın qəbulunda sualın içərisində ara söz verib, cümlənin içərisində yazıb ki, ara sözün hansı məna növü işlənmişdir. Ədatlarda fərqləndiriləcək hissələri dedim. Bağlayıcıda da dedim kini. Və qoşma ilə bağlayıcını fərqləndirməyi də dedim. Hansı ki, ortaq olanları. Köməkçilərdən bu qədər. Bir də yazılışına bağlı düşə bilər. Tez-tez gətirir onu qoşmaların yazılışı ilə bağlı. Bir qəbulda 2 sual verib onunla bağlı. Baxın. 7-ci test. Qoşmalar sözə bitişik və ayrı, bir də ayrı yazılan qoşmalarımız var. Bitişik yazılan qoşmalar, bütün tək-hecalı qoşmaları dərk, tək, ca və can qoşmalarıdır. Bunlar sözə bitişik yazılır. Həm bitişik, həm ayrı yazılanlar. Üçün qısası çün. Şəkilçi formasında. İlənin qısası la. Məsəl üçün deyirəm ki, sən üçün. Bu formada bitişik. Və yaxud da səninlə bu formada bitişik. Amma ilə və üçün formasında ayrı verilir. Yerdə qalanlar isə ayrı yazılır. İndi bizə də deyir ki, səhvə yol verilmişdir. Baxın, tək-hecalı qoşma ayrı verilibdir. Sözə bitişik yazılmalıdır. Və ayrı verdiyinə görə həmçinin bizdən normada soruşsa, orfoqrafik norma pozulub. Yazılışda səhvə yol verib. 10-cu test yenə. Bir qəbulda 2 dənə sual verib. Görürsünüz, orfoqrafiya qaydası pozulmuşdur. Yenə eyni qaydada baxın. Sənin tək gözəl yoxdur cahanda. Tək-hecalı qoşmanı sözdən ayrı verib. M sual ədatı. Sözə bitişik yazılır. Gəldinmi? Məni o mu çağırdı? M sual ədatı bir halda ayrı yazılacaq ki, daha da bağlayıcısı ilə işlənsin. Baxın, bu halda ayrı yazılır. Sən nə mi gedirsən? Bu halda ayrı yazılacaq. Amma qalan hallarda bitişik. Çünki daha da bağlayıcısı ilə işlənibdir.
Bir də biada köməkçi ilə bağlı bir dənə sual var martda. On dörd. Burada da ancaqla bağlı bir. Fikir verin. Əslində dedik ki, ədadda vergüldən istifadə etmirik, bağlayıcıda istifadə edirik. Gör, neyiniyib? 2-də də vergül qoyub, 3-də də qoyub, 4-də də. Ancaq həm ədadda, həm bağlayıcı. Ancaq amma ilə lakinlə əvəzləyə bilirsinizsə, amma lakin. Burada bağlayıcıdır. Əvəzləyə bilmirsinizsə ədad. 3-cü və 4-cü cümlələrə baxın. Göy üzünü bulud almışdı. Ancaq hələ yağış yağmırdı. Amma hələ yağış yağmırdı. Bizdən bağlayıcı kimi işlənəni soruşur. O oğlanı tanıyıram. Ancaq harada yaşadığını bilmirəm. Amma harada yaşadığını bilmirəm. Onu dəyişdirsə, ancaq mühit dəyişdirər. İndi ancaq zəhmətlə qazanc əldə etmək olar. Bu cümlələrdə ədaddır. Əvəzləyə bilmirəm. Sonra əlavələrlə bağlı sual düşürsə, əlavələr rahatdır. Əlavə ikinci tərəfdə olur. Yəni, tirədən sonraki söz özündən əvvəlki üzvü izah edir. Baxın, dəqiqə. Əlavə 99% trener ayrılır, 2 halda vergüldür. Bir xitabın əlavəsi olarsa, bir də yəni bağlayıcısı ilə bağlanarsın. Əlavə hansı cümlə üzvünə aiddir? Bu da qəbul saldı. Qarşıda Qoşqar çayının o tərəfində. Harada? Qarşıda, harada? Qoşqar çayının o tərəfində. Zərfliyin əlavəsi. Zərfliyə aid əlavə. Xeyr, düşünün. Sonra qarışdıracağınız hissələr. Leksikanın izahını niyə vermirəm? Çünki leksika isə mənşəyinə görə söz qruplarını gətirə bilər, əzbər tələb edir. Əzbərləməyinizi tövsiyə edirəm. Sonra mənsubiyyətlə halı yəqin ki, fərqləndirə bilirsiniz. Sifət say rahatdır. Əvəzliyi olan hissəni izah elədim. Zərflə feil bağlamanı fərqləndirməyi izah elədim sizə. Feili izah elədim. Köməkçi hissələrini dedim. Hansı hissələri qarışdıracaqsınız. Tamamlıq. İsmin 2 halına qoşulmur. Tamamlıqlar bölünür 2 yerə. Siz sağ olun. Var vasitəli, var vasitəsiz. Əgər vasitəli 2 halını çıxırıq. Adlı halı qoşulmur, bir də yiyəlik halı qoşulmur. Əgər siz belə deyimdə cümlə üzvünü qarışdırırsınızsa, probleminiz hardadır? Bir, probleminiz nitq hissələrindədir. Bir də söz birləşmələrindədir. Əgər siz söz birləşmələrini və ismin hallarını bilmirsinizsə, tamamlığı da tapa bilməyəcəksiniz. Vasitəsiz tamamlıqların özü bölünür 2-yə. Müəyyən və qeyri-müəyyən olmaqla. Onları əzbərləmək lazımdır. Baxın, indi deyirik. Yönlük, yerlik, çıxışlıq hal varsa. Yönlük, yerlik, çıxışlıq hal varsa. Şu şəkilçilər. Vasitəli tamamlıqdır. Təsirli hal varsa, vasitəsiz tamamlıqdır. Vasitəsiz tamamlıqda bölünür 2 yerə. Müəyyən vasitəsiz tamamlıq və qeyri-müəyyən vasitəsiz tamamlıq. Məsələn, deyirəm ki, mən bağdan gül dərdim. Nə dərdim? Vasitəsiz tamamlığa, qeyri-müəyyən vasitəsiz tamamlığa nə sualını verə bilirəm. O demək deyil, mübtədədir. Gülü dərdim deyə bilirəm, gətirə bilirəm. Təsirli halın şəkilçisi sözdə yazılıysa, vasitəsizdir, müəyyən vasitəsiz. Yazılı deyilsə, siz gətirə bilirsinizsə, bu qeyri-müəyyən vasitəsizdir. Sonra qarışdıracağımız hissələr qalmadı məncə. Çünki izah elədim həmin hissələri. Cümlə üzvləri, əlavə, kitab rahatdır, ara sözlər rahatdır. Əməli yazını izah elədim, normal izah elədim. Bir də təyini söz birləşmələri. Təyini söz birləşmələrindən ikinci və üçüncü növ. 2 ilə 3-ün fərqi nədir? Ümumiyyətcə, bunları versə necə verəcək? Deyəcək ki, məsəl üçün, xəbər 3-cü söz birləşməsi ilə ifadə olunan və yaxud da mübtədəsi 3-cü növ təyini söz birləşməsi ilə ifadə olunan cümlələri
müəyyən edilmir. Mübtədə üçüncü növ olsun. Bir dəfə gətirib bunu qəbula. 2 ilə 3-ün fərqi ondan ibarətdir. Baxın, ikinci növ təyini söz birləşmələrinin birinci tərəfi qeyri-müəyyən yerli halda olur. Məsələn, ağac yarpağı. Bu ikinci növdür. Amma üçüncü növ istəsə, ını yazılı görməlisiniz. Ağacın yarpağı. Bu üçdür. Demək, ağacın yarpağı üçüncü növdür. Ağac yarpağı ikinci növ təyini söz birləşməsidir. Bunların tərəfləri arasında söz daxil edək deyəndə, üçüncü növün tərəfləri arasında istənilən qədər söz daxil edə bilirəm. Ağacın yaşıl, qalın yarpağı deyə bilirəm. Amma 3-də əlavə etdim, amma 2-də mən onu əlavə edə bilmirəm. 2-nin tərəfləri arasında söz daxil olmur, amma 3-ün tərəfləri arasında istənilən qədər söz daxil ola bilər və sintaktik təhlil edəndə bunları birlikdə götürürük. Məsələn, deyirəm ki, mənim mehriban, gözəl anam. Hətta buraya yazıb gəldi. Bu cümlədə xəbər və mübtədə var. Çünki mənim anam üçüncü növdür. Tərəfləri arasında daxil olan sözün hamısını birlikdə götürürük və ona ortasındakı sualları ayırıb hansı sualını vermirik. Birlikdə götürəcəyik. Və bu sizə lazım olacaq. Sintaktik təhlillərdə lazım olur. Sintaktik təhlildə artıq bizə sadə cümlənin şəxsə görə növlərini də gətirə bilər. Baxın bizə. Və onunla bağlı sual da göstərim sizə. Görürsünüz necə verib? İsmi xəbərli şəxssiz cümlə. 2 qaydanı birləşdirib bir sual soruşun və yaxud da 3 qaydanı da birləşdirib sizdən bir sual soruşa bilər. Biz burada ismi xəbəri də bilməliyik, sadə cümlənin şəxsə görə növünü də bilməliyik. Şəxssiz cümlələrin mübtədəsi olmur, bərpa da edə bilmirik. Amma sadə cümlənin şəxsə görə növlərindən müəyyən şəxsli cümlələrin mübtədəsi varsa müəyyən şəxslidir. Mübtədə ümumiyyətcə olmasa belə, məsələn, kimisə adını çəkirəm. Nurlan imtahana getdi. Bu cümlənin mübtədəsi var, Nurlandı. Bu cümlə olacaqdır müəyyən şəxsli. Ümumiyyətcə, mübtədə yoxdursa, həmin hökmə mən, sən, o, biz, siz əvəzliklərini gətirə biliriksə, o yenə müəyyəndir. Məsələn, deyirəm ki, getdi. O gətirə bilirəm, yenə müəyyəndir. Onlar yoxdur. Onları biz qeyri-müəyyəndə düşünəcəyik. Qeyri-müəyyən şəxsi cümlələrdə isə xəbər olur üçüncü şəxsin cəmində gəldilər. Onlar gəldilər. Görürsünüz, yazılı deyil. Amma unutmayın, hər üçüncü şəxsin cəmini görsəz, gedib xəbəri üçün cəmində görüb, gedib hamısını qeyri-müəyyən götürməyin. Ola bilər mübtədəni fakt gözünüzlə görürsünüz. Mübtədəsi olan cümlələr müəyyən şəxsli cümlələrdir. Ümumi şəxsli cümlələr, atalar sözləri, məsəllər, hikmətli sözlər ola bilər. Hərəkət və hökm hamıya aid olmalıdır. Dostu dar gündə tanıyarlar, bu ümumi şəxslidir. Amma unutmayın, bütün atalar sözləri də ümumi şəxsli cümlə deyil. Atalar sözlərinin mübtədəsi varsa, bu olacaq müəyyən şəxsli. Dost dar gündə tanınar. Kim? Dost. Mübtədəsi var. İgid ölər, adı qalar. Kim? İgid. Daldan atılan daş topuğa dəyər. Nə? Daş. Mübtədəsi olan bütün cümlələr olacaqdır müəyyən şəxsli cümlələr. Və indi gəlirəm bu cümləyə. Artıq şəxssiz cümlədə isə mübtədə olmur, bərpa edə bilmirəm. İkinci test bundan bağlıdır. Burada indi biz ismi xəbəri də bilməliyik. Bizdən feilli xəbər istəyirsə, feilin şəkilləri, yəni təsriflənən formalar. Bir də frazeoloji birləşmələr varsa, bunlar feilli xəbərdir. Yerdə qalanlar ismi xəbərdir. Demək, təsriflənən formalar feilli xəbərdir. Təsriflənməyən formalardan məsdərlə feilli sifət ismi xəbərdir. Feilli bağlama isə xəbər ola bilmir. O bizdən irəlidədir. Mübtədəsi var, müəyyən şəxslidir. Suala cavab verildi. Nə? Ümumiyyətcə, yoldaşlar, mübtədə insanda ola bilər, şəxsdə ola bilər, əşyada. Fərqi yoxdur cümlədə. Şəxsdə əşyadır, mübtədə gördünüz müəyyəndir. C variantı çətinliklə qazanılan qələbə. Bu adlıq cümlələr ki var, xəbər olmur, ancaq sadalama olur. Bakı, qağayların səsi, Şuşa qalası, Vaqifin evi. Sadalama olan cümlələrdir ki, adlıq cümlədir. Adlıq cümlə mübtədə əsasında formalaşır. Yazın ilk ayı idi.
Yazın ayı üçüncü növ təyini söz birləşməsidir. İdi də qoşulduğu sözlə birlikdə olur xəbər. Bu cümlə bütövlükdə xəbərdən ibarət. İsmi xəbərdir. Və bu cümlədə mübtədə yoxdur. Bərpa da edə bilmirəm. Olacaq şəxssiz cümlə. İzah edəcəyim çətin hissələr bu qədər. Qarışdıracağınız hissələr bu qədər. Yoldaşlar, hər birinizə uğurlar diləyirəm. İnşallah yüksək nəticələrlə. Sualınız varmı? İnşallah.